Düzdür, soruşursunuz, sən kimsən, mən özümü necə təqdim edeyim? Biraz yaxşı çıxmır, bu bir. Yaltaqsan, nə bilim, ağzınıza gələni o 60-cı, 70-ci illər olsaydı, düşmən heç nə deməyəcəkdi, mən qıraqda duracaqdım, cavabını başqaları verəcəkdilər. Səfih, tanımaq istəyirsən, bilmək istəyirsən, zəng elə, soruş, görüşək, onda deyim. Mən indi nə deyim burada sənə? Ya nəyə yaltaqlanıram? Ay uşaq, ay insan, bilməm kimsən, nə millətsən. Birinci, mən 10 yaşdan, 65-dəndir. Əskərəm 65-ci ildən. Silahla imkanı olmayıb döyüşməyə. Tanrı məsləhət bilmir. 60 ildir mən döyüşürəm. Yumruqla, başla, Avropada, Rusiyada, İrəvanda. Burada nə döyüşüm, burada heç, burada ermənilərlə döyüşmüşəm, əgər siz biləsiniz 70-ci illərdə. Bax, mənə soruşursan kimsən, nə istəyirsən? Mən indi dedim də, yəni nə ilə məşğul, mən əskər olmuşam. Yəni, hayf yenə deyirəm, o 60-cı illərdə, 70-ci illərdə görməyibsən. Görsəydim belə şeyi yazmazdım, ayıbdır. Biraz fikirləş, düşün kimə deyirəm, nə deyirəm. Baxın görün bu kim nədir? Bu insan. Bu molla töküntüsü, Fars qaraçı töküntüsü gəlib gör bizdən nə danışır. Deyir, Azərbaycanı Xameneyin deməli xilas etdi. 92-ci il, 94-cü ildə. 400 bini xilas edibdi, deməli. Topçularımız vurdu. Yaxşı, sizin topçularınız vurdu. Ben necə olur orada Ruslar Xocalıda baş kəsir ermənilərlə bir yerdə? Necə olur onda 30 il bu işğalda qalmışdı Azərbaycan torpağı? Topçularınız var işte. Yaxşı, deyirsiniz xilas edibdi. Heç nə demirəm. 2020'də bu alçaq eşitsin. 2020'də Gəncəyə raket attılar, Bərdiyə, ballistik raket, İskənder deyilən raket. O İskənderlə vurdular, 3 dənə şəhərimizə Gəncə, Terterdir, Bərdədir. Raketim var idi, vuraydın İrəvana. Yalandan, bilirsiniz nə var? O 400 min adamı indi Azərbaycanların əli ilə nəsə olubdur. Bir vaqon çörək veriblər Naxçıvana. Hətta 92'də bizim 93'də prezidentlərimizdən deyən oldu. Bilmirəm, bax, Elçibəy idi, ya hansıydı, Heydər Əliyev idi ki, demişdilər ki, qardaş bizi vururlar, deməli, hücum eləyirlər, İrandan bir səs çıxmır. 92, 93'də, 94'də. İndi qulaq as. Bu nədir? Bu heç bu Dugindir. Bu Baqasyandır. Deyir ki 92'də İran, Farslar bizə kömək eləməsəydi, biz uduzardıq. Amma Ruslarla bir yerdə demirəm, bu General Rokhlin-də bilirsiniz da, мы победили Qarabağ и подарили armyanam. Bu deyib, onun üstündə öldürüblər. Armyanam мы подарили Qarabağ. Bu Paqasyan deyir ki 92'də İranla pamuk, Persi помогли нам. Оружием, хлебом. İndi onlara ki deyirəm ha, ermənilərə silah veribdir. Sizsə deyirsiniz Azərbaycan 400 bini xilas. 400 bini çörək verdi də. Çörək verib Azərbaycana ki gələcəkdə öldürsünlər. O 400 bini göz tatmaq. Ermənilərə deməli Paqasyan gör nə deyir? Paqasyan deyir silah verib, bizə köməkli biz bu deyir ki bax bu səfih də, bu səfih deyir ki bizi İran
deməli çörək verdi, xilas etdi. Bu da deyir, yaxşı baxın, nəyə görə göstərir. Bu da deyir ki, İran bizi xilas etdi, silah verdi. Paqasyan. Oldu 92-də, 94-də. Bu da Roklindir, baş kəsənlərin birisi. Sizin bax bu mollalarınız, baxın görün. İranda alçaq cındırını qeyd edirlər, gününü. Görün, ərsaq. Bizim Türk adımızı istifadə edib alçaq deyirlər. Baxın, bu da soyqırım abidəsi qoyub İran. Bu da sənin bax İran, ha, alçaq. Bax, yaxşı bax. Xilas etmişik. Xilas edən belə şeylər eləyər. Xilas edən abidə qoyar, bayraq keçirdər, xilas etmişik. Xilas edən niyə bir dənə raket atmadı xilas edənsə? Gəncən raketinə əvəzinə İrəvana vuraydın da, Farslar niyə vurmadınız? Amma bütün xəbərləri ötürürdünüz. Bütün buranın harda yerləşir bizim əskərlərimiz, harda bizim texnikamız, bütün hamısını ötürürdünüz ermənilərə. Ay, hələ deyir ki, biz xilas etmişik. Bax, bu töküntülər hardan belə gəlib çıxırlar. Ona görə deyirəm, bu elə-belə Avropalılar bunları müdafiə eləmir. Avropalılar bugün çalışır ki, İranı bu bir oyun oynayırlar Farslarla. Necə eləsinlər? Türkü məhv eləsinlər. Heç vaxt Fars hakimiyyətini nə Trump, nə Amerika, nə Avropa, heç kəs bunu Rusiyada qoymayacaq. Yəni qoymayacaqlar ki, bu Fars dövləti dağılsın. Bilirlər ki, özləri gətirib qoyub bu dövləti. Niyə? Türkü məhv eləmək üçün. Ona görə də bu Cənubi Azərbaycanda ay bədbəxtlər, o Farsları qoyublar ki, sizi məhv eləmək üçün. Siz gedib hələ onlara dəstək olursunuz. Bax, ona görə də bu müharibə hamısı o Farsın xeyrinə qurtaracaq. Nə olur olsun. Yəni çalışacaqlar Fars hakimiyyətdə qalsın. İndi burada bir Farsda bir hardasa bir səhvlik buraxıblar. İstəyiblər öz başına, özlərini müstəqil hiss edərlər ki, biz bu dövlətin sahibiyik, nə bilim, bizim dövlətdir, biz Fars dövləti. Yəni bu dövlət Fars dövləti olsaydı, yazardılar Fars. Yəni heç kəs anlamır niyə İrandır. İran bilirlər ki, Türk-Azərbaycan torpağıdır. Fars dövləti yazılmadı. Qorxdular yazalar. Niyə yazmadılar? İran yazdılar. Fars dövləti yazılmadı. Türklər də burada idarə edən Türklərdir oranın sahibi. Ona görə, yəni bilirsiniz, bu onsuz da inandırmaq sizi, deyir o Qalib Hasan da nəinki inandırmaq. Siz düşmansınız. Düşman da nəyinə inanacaq? Düşman çalışacaq ki, türkü məhv eləsin. Ayrı heç nə. O bilir ki, özü gəlmədi. Töküntü də harada tutdular, düzəltdilər başımıza belə. Bax, bu qədər.